Bəli, Koroğlu çox böyük bir filmdir. İntihası çox təəssüf ki, onun o biri filmlərinə nisbətən zəif alındı. Və o özü... Yəqin dövrün müdaxiləsidir, yoxsa necə? Əvvəla o senari Moskvadan keçirdi. Mütləq. Moskvada, misal, özü mənə danışdı ki, Koroğlunu bu qəhrəman kimi verirdi. Amma onu elədilər orada aşıq kimi. Bəli. Qəhrəmanlıqdan çox aşıq kimi. İkinci tərəfdən o özü də bilirdi ki, bu film zəif alınacaq əvvəldən. Niyə görə? Çünki orada iki əsas obraz yerində dördü. Biri Koroğlu, Əfrasiyab Məmmədov, o birisi də Leyla Bədirbəyli. Çünki bunların o Leyla Bədirbəylinin yaşı artıq o yaşda öldü ki, Nigar rolunda. Əfrasiyabda o xarici görünüşdən əsl Koroğludur. Baxırsan belə cüssəli, yaxşı. Amma atla onun münasibəti çox zəif idi. Ata minə bilmirdi, atı çapa bilmirdi. Demək olar ki, onun o rolunu, at rollarının hamısını Fərzəliyev, Əkbər, Qusardan olan bir mədəniyyət xadimi var. O yerinə yetirib hamısını. Onu da orada heykəlini qoyublar Qusarda. Çox gözəl bir insan idi və filmlərində həmən filmdə olmasın bolsunda Üzeyir Hacıbəylinin çox maraqlıdır. Aydın müəllim, film uğurlu olanda, film seviləndə biz mütləq baş qəhrəmanları oynayan o rolun sahibindən danışırıq, musiqidə, rejissoriyada düşünmür. Elə ki, filmdə bizi qane etməyən, elə ki, kino tədqiqatçılarını qane etməyən bir məqam olur, onda bütün qüsurları bizi rejissora yönəldir. Özü də bu filmi, bu məktublar yazırdı yuxarılara. Məktublar yazırdı ki, xahiş edirəm, icazə verin mənə, mən deyişim baş qəhrəmanı qoymadılar. Dedilər, gələn bunu çəkməlisən. Ay vurun, böy vurun, qoç yiğitlərim, yalçın qayalardan tərlanlar kimi. Ay vurun, böy vurun, qoç yiğitlərim, yalçın qayalardan tərlanlar kimi. Yürüyün, şığıyın, düşlər üstünə, vurdu səyiriyən aslan kimi, aslanlar kimi. Ay vurun, göy vurun, qoç yiğitlərim, yalçın qayalardan tərlanlar kimi. Ay vurun, göy vurun, qoç yiğitlərim, yalçın qayalardan tərlanlar kimi. Yürüyün, şığıyın, düşlər üstünə, vurdu səyiriyən aslan kimi, aslanlar kimi. Hüseyin Seyidzadən filmlərindən bağlı çox maraqlı söhbətlər var. Birincisi, mən onu demək istərdim ki, Hüseyin Seyidzadə o apardığımız tədqiqatlarda görüşümüz adamlardan sonra demək ki, o filmlərdə problemli məsələlər qoymağı sevirdi. Dəli Kürdət, Cahandar ağa mələyi götürüb gəlibdi. Zərnicar, Leyla Bədirbəyli oğluna deyir ki, öldür onu, öldür. Bu xəncəri qaldırır. Bu anda Cahandar ağa küllə ilə vurur, o xəncərin bir tərəf parçalayır, değişir. Leyla Bədirbəyli deyir ki, niyə inirdik, bu alınmırdı. Axır Hüseyin Seyidzadə əsəbləşdi, dedi ki, mən sizin maaşınızdan kəsəcəm. Deyir, o getdi, biz bir neçə dəfə onsuz məşq elədik. Ondan sonra həmin səhnə alındı. Çox maraqlıdır ki, o İsmail Işıqlı haqqında verişində Leyla Bədirbəyli həmişə gəlirlər, o səhnəni tez-tez göstərirlər. İkincisi, deyək, o olmasın, bu olsun da. Oradakı o lampanın söndürülmək məsələsi. İndi ən başlıcası bir anlığa bu filmdə bir muzey qoyub getdi Hüseyin Seyidzadə. Kimlər orada yoxdur? Yeganə film Türk tarif edər orada. Mirzağa Əliyev, Möhsin Sənani, İsmail Osmanlı və s. Lütfəli Abdullayev. Yəni bir növü ən xırda uzaqlarda. Hələ Adil İskəndərovun özü keçilməmişdi şeydə, o qoçu. Bilirsiniz, o özü də böyük bir uzaq görənlikdir. Hamısını yığıb bir əsərdə sən tamaşaçıya təqdim edəsən. Farad Şəkinski oyuna görüşdüm. O mənə bir dənə epizod danışdı. Qeyddi ki, günlərin bir günü deyir, gəldim deyir məşqə teatra. Bir gördüm, bir dənə belə kağız yazıb vurublar ki, məşqdən sonra xahiş edirik, direktorun kabinetinə gəlir. Adil İskəndərovun otağına yığışın, hamımız. İşləşdim, abi, nə olub görəsən ki, yığışmışıq ora. Gəldik, gördük ki, bir dənə qara oğlan Seyidzadə. Qara, sveti qara idi. Qara oğlan, cavan adam belə oturub direktorun yanında. Biz də gəldik, hamımız oturduq.
Adil İskəndərov qeyd etdi ki, bax bu yoldaş Hüseyn Seyidzadədir. Kinostudiyada rejissor işləyir. Olmasın borcunu çəkəcək və istəyir ki, siz hamınız iştirak edəsiniz bu filmdə. Hətta ən balaca epizodda belə görkəmli olmağından asılı olmayaraq hər bir kəs iştirak eləyəcək. Mən qarışıq. Onun bacıları və anası onu çox istəyirdi. O elə bir onların kiçik bir balasıydı. Bəlkə o öz elə geyiminə və davranışına fikir vermirdi, ancaq onun bacıları onlar üçün də o elə bir balaca bir onlardan yaşlıydı. Hüseyn Seyidzadə bacılarından yaşlıydı. Ancaq elə bir kiçik qardaşları idi, həmişə onun bəlkə ona görə ki, onun şəxsi həyatı yox idi. Biz əslində verilişimizin sonuna gəlib çatdıq. Təəssüf. Söhbət elə getdi ki, heç bilmərik vaxt necə keçir. Mən istərdim ki, yığcam şəkildə bax bu Hüseyn Seyidzadə haqqında fikrinizi yekunlaşdırasınız. Bayağı danışdıq Hüseyn Seyidzadə haqqında. Hüseyn Seyidzadə 100 ildə bir dəfə gələ ya gəlməyə bu həyata. Nə gözəl. Görünür Allah onu göndərdi bizə ki, gələcək nəsillər üçün bir örnek olsun o. Hüseyn Seyidzadə filmləri yaratdı. Ancaq elə mahnılar var ki, o filmlərdən. Onlar mahnı kimdə əbədiyyət qazanıbdır. Çorlu filmdə Dəli Həsənin mahnısı. Yenilməz Batalyonda Ceyhunun mahnısı. Dəli Kürdə o ana mahnısı. Eyni zamanda Hüseyn Seyidzadə çox hazır bir adam idi. Daşkənddə festival gedimdə o olmasın borusuna uzaq sahillərdə filmi orada göstərir Azərbaycan tərəfindən. Orada Faiziyev çıxış eləyir, Özbəkistan Kinematografiya naziri. Savab nitqini Hüseyn Seyidzadə deyir. Demək, Hüseyn Seyidzadə mən arzu edərdim ki, onun barəsində bir yaxşı monografiya hazırlansın. Bütün təzadları ilə. Onun haqqındakı yerli, yersiz, yenə Leyla Bədrbənin sözünə qaydırıb, deyir ki, yerlisi, yersiz, onun bütün filmləri tənqid olunubdur. Onun o adamlar arasında Hüseyn Seyidzadənin dili acıdır. Bu ləqəblə də tanıtmışdı. Həqiqəti deyən bir adam idi. Əslində ömürdən keçən günlər insanı hansısa məqama, hansısa mənzilə yaxınlaşdırır. O insan, o sənətkar, o şəxsiyyət xoşbəxtdir ki, ömürdən keçən günlər dayanacaqlarda nə ilənsə səni əbədiləşdirsin. Biz Hüseyn Seyidzadənin filmlərinə baxdıqca, onun haqqında oxuduqca görürük ki, o bizim kino salnaməmizdə, mədəniyyət tariximizdə əbədi yer tutan, çox unudulmaz, görkəmli bir şəxsiyyətdir. Aydın müəllim, yəqin ki, fikrimlə razılaşarsınız. Rejissorun gücü onun ərsəyə gətirdiyi filmlərlə, o filmlərin tamaşaçılar tərəfindən qəbul olunması, sevilməsi ilə ölçülür. Bu mənada tam əminliklə deyə bilərik ki, Hüseyn Seyidzadə qüdrətli bir rejissor kimi bugün də aramızda yaşamaqdadır. Onun əbədi ömrünün davamını məhz bu filmlər təmin edir. Təşəkkür edirik ki, studiyamıza gəldiniz və bu bir saat ərzində bax belə səmimi, gözəl bir söhbət alındı. Ümid edirik ki, bu söhbət sizin də ürəyinizcə oldu, əziz tamaşaçılar. Təşəkkür edirik ki, bu bir saat ərzində bizi də diqqətdən kənarda qoymadınız. Sağ olun, gələn görüşlərə dək. Yeləsər dağdan, dağdan dumanı, yeləsər dağdan, dağdan dumanı. Anamın gözləri yoldadır bircə gümanı, bircə mənə qalmış gümanı, gidib görüm əziz anamı, qanlı dağlar bulub kəsaranı qoy arabanı kəndə çatsın. Adam da yenə dönək, düzdə sənə dönək, düzdə anam.